Son illərdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da ekoloji cəhətdən təmiz və davamlı nəqliyyat vasitələrinə keçid sürətlənir. Bu keçidin mərkəzində isə elektrik mühərrikli və ya hibrid avtomobillər dayanır. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 1412 ədəd elektrik mühərrikli avtomobil gətirilib. İctimai nəqliyyatda da elektrik avtobuslarından geniş istifadə edilməyə başlanılıb. 2030-cu ilə qədər isə müntəzəm marşrutlarda istismar olunan bütün avtobuslar elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunacaq. Elektrikli və ya hibrid nəqliyyat vasitələrinin əsas komponentlərindən biri litium-ion batareyalarıdır. Bu batareyaların istifadə müddəti 5-7 il arasıdır və litium, kobalt və nikel kimi nadir metallardan hazırlanır. Bu tərz elementlərin azlığı həmçinin ətrafa atıldığı müddətdə ekologiyaya vurduğu ziyan səbəbindən dünyanın bir çox ölkəsində litium-ion batareyalarının utilizasiyası və təkrar emalı ilə bağlı qurumlar yaradılıb. Bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli tullantı idarələri ilə əlaqə saxlamaq mümkündür. Əsas odur ki, batareyalar zibilliyə atılmaz. Çünki onların tərkibində litium, kobalt və digər ağır metallar var. Bunlar torpağa və suya ciddi zərər verə bilər. Ümumiyyətlə, elektromobillərin batareyaları da daxil olmaqla batareyaların tərkibində bir çox zərərli maddələr mövcuddur. Onların tərkibində istehsalı zaman istifadə olunan faydalı metallar da mövcuddur, amma utilizasiya tək buna görə olmamalıdır. Zərərli maddələri nəzərə alaraq utilizasiya edilməlidir. Avropa İttifaqının Çin, Yaponiya, Cənubi Koreya, ABŞ kimi ölkələr elektrikli və ya hibrid avtomobillərin batareyalarını utilizasiya və ya təkrar emal etməklə həm ekoloji çirkliliyin qarşısını alır, həm də nadir elementlərin yenidən əldə edilməsi sahəsində böyük mənfəət götürür. Azərbaycanda isə litium-ion batareyalarının utilizasiyasını həyata keçirən qurum müəyyən edilməyib. Doğrudur. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi elektromobillərin batareyalarının utilizasiyası ilə bağlı işçi qrupunun yaradıldığını bildirib. Bununla belə hazırda litium-ion batareyalarının utilizasiyası ilə bağlı mexanizmlər tam formalaşmayıb. Bu cür batareyaların utilizasiya prosesini həyata keçirmək üçün dövlət qurumu müəyyən edilməli və ya hər hansı şirkətlə əməkdaşlıq aparılmalıdır. Bu batareyalar isə çox böyük təhlükədir. Çünki elektrik avtomobillərinin üzərindəki batareyaların utilizasiyası ilə bağlı hələlik ciddi bir prosedur müəyyənləşdirilməyib. Hər hansı bir reglamentə biz rast gəlməmişik. İndi rəsmi servislər buna nə qədər əməl edir, hələ ki ortada bir nəticə yoxdur. Biz Azərbaycandakı rəsmi dillərdən hər hansı bir açıqlama görməmişik bununla bağlı. Azərbaycanda utilizasiya fondu yaranıb. Yəqin ki bu fond bu istiqamətdə müəyyən addımlar atmaq məcburiyyətində qalacaq. Çünki nə qədər yeni olsa da 3-5 ildən sonra artıq bu batareyaların utilizasiyasına ehtiyac yaranacaq. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov bu sahədə ciddi addımların atıldığını, Çinin BYD şirkətinin elektrik mühərrikli avtomobillərin utilizasiyasının həyata keçiriləcəyinə dair layihələrin üzərində işlədiyini bildirib. Amma layihənin nə zaman hazır olacağı və ya tam olaraq hansı istiqamətdə fəaliyyət göstərəcəyi isə hələlik bəlli deyil.